Çox adamın bilmədiyi bir platforma var ki, Azərbaycanlı qadınlar xaricilərlə görüntülü danışaraq qazanc əldə edir. Tribuna Azın araşdırmasına görə xüsusilə Comet-Chat adlı sayt bu prosesin əsas müzakirələrindən birinə çevrilib. Məsələ ictimai müzakirələrə, ailə dəyərlərinə və sosial problemlərə toxunduğu üçün araşdırma zamanı maraqlı və narahat edici detal da ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatlara görə bəzi Azərbaycanlı qadınlar xarici pasportla qeydiyyatdan keçdikləri bu portalda xarici istifadəçilərlə görüntülü söhbətlər edir və qarşılığında pul qazanırlar. Bu fəaliyyət bəzən sadəcə söhbət deyil, xidmət adı altında etik sərhədləri aşan davranışları da ehtiva edir. Pul qazanmaq üçün onlar bədənlərini xaricilərə nümayiş etdirirlər. Bəziləri isə bu platformaya öz yaxınlarını, hətta evli, uşaqlı tanışlarını belə yönləndirirlər. Qadınlardan biri evli və 3 uşaqlıdır. Digəri isə qazancı ilə öyünərək deyib, sən redaksiyada aylarla yığdığın maaşı biz bir günə qazanırıq. Ən diqqət çəkən məqam isə odur ki, bu şəxslər maddi çətinlikdən şikayət etsələr də onların kirayə verdiyi evləri və obyektləri olduğu iddia olunur. Söhbət zamanı verilən suala cavab belə olub. Sən evlisən, ailən var, ölkədə hər gün qısqanclıq zəminində cinayətlər baş verir. Bu riski niyə gözə alırsan? Cavab isə daha narahat edicidir. Neyləyim? Meyvə satmaqla ev dolanmır. Problem təkcə qadınların bu sahəyə yönəlməsində deyil, daha dərin bir sosial böhranda gizlənir. Ailə institutunun zəifləməsi, etibar və hörmət anlayışlarının ucuzlaşması, asan qazanca meyil, sosial mediada sərhədsiz davranış normalarının yayılması. Cəmiyyət üçün təhlükə isə ondan ibarətdir ki, bu platformalar ailədaxili gərginlik, nəzarət, şübhə və münaqişələri daha da artırır. Redaksiya olaraq bu tip platformaların Azərbaycanda necə istifadə olunduğunu, qanuni tərəflərini, sosial təsirlərini, ailələrə vurduğu ziyanları araşdırmaq üçün hüquqşünaslar, psixoloqlar və kiber təhlükəsizlik mütəxəssisləri ilə əlaqə saxlamışıq. Yaxın günlərdə geniş araşdırmanın növbəti hissəsini təqdim edəcəyik.